Uşaqlar, bugün deməli, çevrə və dairə mövzusunun 3-cü hissəsinin videosunu çəkirik. Deməli, üçbucaqların daxilinə və xaricinə çəkilmiş çevrələr. Əvvəlcə baxaq, ixtiyari üçbucağın daxilinə çəkilmiş çevrə. Diqqətiniz məndə olsun. Deməli, üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi, baxın, bu ABC üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi, ABC üçbucağının AA1, BB1 və CC1 təm bölənlərinin kəsişmə nöqtəsidir. Yəni, demək ki, bu O nöqtəsi AA1, BB1, CC1 təm bölənlərinin nə imiş? Kəsişmə nöqtəsi. Bu cümlənin tərsi də doğrudur. Bu nə deməkdir uşaqlar? Təm bölənlərin kəsişmə nöqtəsi haradır? Daxilə çəkilmiş çevrənin mərkəzi. Daxilə çəkilmiş çevrənin mərkəzi haradadır? Təm bölənlərin kəsişmə nöqtəsində. İndi, testlərdə belə başa düşəcək ki, əgər AA1 xətti çəkilibdirsə və mərkəzdən keçirsə, deməli bu AA1 nəymiş? Təm bölən. Sonra BB1-ə baxsaz, bu da yenə nədir? Təm bölən. Beta yazacam. CC1 də təm böləndir. Onda buna da qamma yazacam. İndi bu qaydadan necə istifadə edəcəyik? Gəlin buna bir dənə misal yazaq. Misal 52. Deyir, O nöqtəsi düzbucaqlı ABC üçbucağının daxilə çəkilmiş çevrənin mərkəzidir. Uşaqlar, O nöqtəsi daxilə çəkilmiş çevrənin mərkəzidirsə, deməli mən belə başa düşdüm ki, BO, AO və CO hər biri təm bölənlərdir. Hər biri təm böləndir bunların. Çünki daxilə çəkilmiş çevrənin mərkəzi təm bölənlərin kəsişmə nöqtəsidir. OBS bucağını 30 verib. OBS baxın buradır. Uşaqlar, dedim ki, BO təm böləndir. Onda bunun bu aşağı hissəsinə də 30 qalarmı? İndi bütöv B bucağı nə qədər oldu? 60. C bucağı 90 dərəcədir. Düzdürmü? Onda A'ya qalacaq 30. Bunu da bölərəm yarıya. 15. İndi AB çıx BC-ni 3.5 veribdirsə, AB petonuzunu soruşur. Uşaqlar, belə bir iş görürəm. 30 dərəcənin qarşısı A olanda 90-ın qarşısına nə yazırdılar? 2A. 60-ın qarşısına nə yazırdılar? A kök altında 3. İndi, məsələnin şərtində AB çıx BC-ni 3.5 verib. Yəni 2A-dan A-nı çıxanda 3.5 qalırsa, A bərabər olur elə 3.5-in özünə. Bəs AB petonuzu nə qədər oldu onda? AB-yə fikir verin. 2A deyilmi? Onda 2 vurulsun 3.5. Cavabımız oldu 7. Başa düşə bildiniz? Ev tapşırığında buna suallar var. Yenə yazarsınız. İndi davam edirik. Bax, məsələnin şərtində deyib ki, AB çıxılsın BC. AB 2A-dır, BC də A-dır. Onda 2A-dan A-nı çıxaram da. Davam edirik. Tərəfləri AB və C olan üçbucaqda, həmçinin bərabəryanlı üçbucaqda, daxilə çəkilmiş çevrənin radiusu kiçik yer bərabərdir. 2S bölünsün A üstəgəl, B üstəgəl, C düsturu ilə tapılır. Burada S üçbucağın sahəsidir və sahəni tapanda bax bu düsturdan istifadə edəcəyik. Bu düsturu düzdür hələ keçməmişik, amma məncə bilirsiniz. Adına deyirdilər Heron düsturu. Heron düsturunu yazanda ilk öncə nəyi tapmalısınız? Yarım perimetri. Bu yarım perimetri tapdıqdan sonra kökün altında P vurulsun, P çıxa, P B, P C verilənləri yerinə qoyursunuz. Sonra burada bir şey də deyim sizə. Uşaqlar, baxın, əgər üçbucağın daxilinə çevrə çəkmişiksə, eşidirsiniz məni? Üçbucağın daxilinə çevrə çəkmişiksə, o çevrə elə çəkilməlidir ki, bütün tərəflərə neynəsin? Toxunsun. Mütləq bütün tərəflərə toxunmalıdır. Və radius çəkəcəksinizsə, mərkəzdən toxunma nöqtələrinə radius çəkməlisiniz. Məsələn, bu şəkildə belə bir dənə radius çəkməyiz mənasızdır. Düzdür, radiusdur, amma işimizə yaramayacaq. Hara çəkməliyik uşaqlar? Toxunma nöqtəsinə. Bəs niyə sizi məcbur edim ki, toxunma nöqtəsinə çəkin? Çünki toxunma nöqtəsində radiusla toxunan həmişə 90 dərəcə bucağı əmələ gətirir. Sırf buna görə deyirəm ki, neyin?
radius çəkəcəksinizsə, hara çəkin? Toxunma nöqtəsinə. İndi, gəlin buna aid bir dənə misal yazaq. Buna aid bir dənə misal yazaq. Misal 53. Tərəfləri 15, 13, 4 olan üçbucağın daxilinə çəkimi çevirən radiusunu tapın. Uşaqlar, əvvəlcə düsturunu yazıram. Daxilə çəkimi çevirən radius düsturu 2s bölünsün. A üstəgəl, B üstəgəl, S idi. Uşaqlar, A üstəgəl, B üstəgəl, S rahatdır. Var da, 15-dir, 13-dür və nədir? 4-dür. Qalır bir dənə nəyini tapmamız? Sahəsini. Sahəsini tapmaq üçün, bayaqlar dedik ki, Heron düsturuna görə ilk öncə yarım perimetr tapılır. Necə tapım? 15, 13, 4-ü toplayıb 2-yə bölərəm. Bu neçə elədi? 16. Sonra Heron düsturuna görə uzun bir dənə kök. 16 vurulsun. 16 çıx 15. Sonra 16 çıxılsın 13. Və 16 çıxılsın 4. Bu da bərabərdir. Bir də yazıram. 16 vur, 1 vur, 3 vur, 12. 16-dan nə çıxsın kök? 4. 3 12-yə vuranda 36 eləyir. Bundan da 6 çıxsın. Demək sahə nə qədər imiş? 24. Gətirib burada 24 yazıram. Yuxarısı oldu uşaqlar 48. Aşağısı da oldu 32. İkisini də 16-ya bölsəm. Burada 3. Burada da qaldı 2. Cavabımız 3 bölü 2 yəni 1,5. İzahla bağlı sualımız varmı? Əslində sual olmamalıdır nəyə görə? Çünki düsturda sadəcə yerinə qoydum. Qeyri-adi heç bir iş görmədim. Düsturda sadəcə verilənləri yerinə qoydum. Misal 54-ə baxaq. Deyir ki, oturacağı 24 və yan tərəfi 15 olan bərabəryanlı üçbucağın daxilinə çəkimi çevirən radiusunu tapın. Deməli, bərabəryanlı üçbucaq çəkirəm. Oturacaq 24-dür. Yan tərəf 15, 15-dir. Uşaqlar, mən buradan hündürlük çəkəndə bu hündürlük bərabəryanlı üçbucaqda hündürlük nə inirdi? Oturacağı 2 bərabər hissəyə bölürdü. Həm də median olduğuna görə. 12, 12. İndi 15 var, 12 var. Bu hündürlüyü taparam da mən. Necə taparam? 9. O hündürlüyü necə tapdım? H-ın kvadratı bərabərdir. 15-in kvadratı çıx, 12-nin kvadratı. 225-dən 144 çıxdım. Qaldı 81. Onda hündürlük özü nə qədər oldu? 9. İndi daxilə çəkim çevirən radiusunu tapaq. Kiçik bərabər. Yenə düsturu xatırlayaq. 2s bölünsün. A topla, B topla, S idi. Düzdürmü? A, B, S qiymətləri bəllidir. 15, 15, 24-dür. Bəs sahəni necə tapım aşağılar? Heron yox. Heronsuz. 2-də 1 AH. Əgər üçbucağın oturacağı və bu oturacağı çəkilən hündürlüyü bəllidirsə, onda sahəni 2-də 1 AH ilə tapmağız məsləhətdir. Herondan uzun gedir. 2-də 1 vur, 24 vur, 9. Bundan bu gedər 12. 12-ni 9-a vuranda 108. Gətirib yerinə qoydum. İndi hesablasam uşaqlar. Yuxarısı 216. Aşağısı nə verir? 54. 216-nı 54-ə böləndə cavabımız olacaq 4. Öyrənə bildiniz? Sadəcə düsturda yerinə qoydum. Davam edirik, növbəti sualım gəlsin. Misal 55. Bir bərabəryanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü 20-dir. Uşaqlar, yenə belə bir dənə bərabəryanlı üçbucaq çəkirəm. Oturacağı çəkilən, bax bu hündürlük deyir ki 20-dir. Oturacağın yan tərəfə nisbəti 4/3-dür. Onda mən oturacağı 4K yazsam, yan tərəflərə məcburam ki 3K-lar yazım. Daxilə çəkimi çevirən radiusunu tapın. Görün nə iş görəcəyik. Yenə həmin o düsturu yazıram. Kiçik bərabər idi. Nə idi? 2s bölünsün. A plus B plus C. A plus B plus C K'larla da olsa var. 3K, 3K, 4K'dır. 2 vurulsun. İndi gəlin sahəni tapaq. Yenə sahəni necə taparam? Fikir verin. Oturacaq var. Və bu oturacağı çəkilən hündürlük var. Bunda S bərabərdir. 2-də 1
4K vurulsun 20. Bu nə qədər elədi uşaqlar? 40K. İndi yuxarısı elədi 80K. Aşağısını toplasaz 10K. Cavabımız da neymiş? K yoxdur. Cavab oldu 8. Aydın oldu mu? Tamam. Uşaqlar, buradan əslində K-nı da tapa bilərdiniz. Baxın, bərabəryanı üçbucaqda çəkdiyimiz bu hündürlük həm də median deyilmi? Onda bu necə bölünər? 2K, 2K. Bax, məsəl üçün, bu üçbucağa Pifagor tətbiq elə. Oradan K-nı tap, gətir yerinə qoy. Nə demək istəyirəm? Sonda aldığım cavab K-dan asılı bir şey olsaydı, məcbur idim ki, Pifagorla K-nı tapım. Tamam, devam edirik. İxtiyari üçbucağın xaricinə çəkilmiş çevrə. Uşaqlar, yadınızda qalsın ki, əgər bir üçbucağın xaricinə çevrə çəkəcəksinizsə, o çevrə mütləq həmin üçbucağın təpə nöqtələrindən keçməlidir. Və həmin çevrənin mərkəzi, baxın, bu O nöqtəsi, tərəflərin ortalarından qaldırılmış perpendikularların kəsişmə nöqtəsidir. Daxilə çəkilmişdə mərkəz haradaydı? Bayaqlar öyrəndik. Tənbölənlərin kəsişmə nöqtəsində. Bəs xaricə çəkilmiş üçbucaqda mərkəz haradadır? Tərəflərin ortalarından qaldırılmış perpendikularların kəsişmə nöqtəsində. Tamam. İndi düsturumuz gəlir. Tərəfləri AB və C olan üçbucağın, eləcə də bərabəryanı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu R bərabərdir ABC bölünsün 4S düsturu ilə tapılır. Yenə oradakı S, əgər tərəflər müxtəlifdirsə, nə ilə tapacaqsınız? P-onla, amma bərabər yanlıdırsa, nə ilə tapmamız məsləhətdir? 2/1 AH. İndi, gəlin buna aid bir dənə misal yazaq. Misal 56-ya baxın. Deyir ki, tərəfləri 8, 10 və 8 olan üçbucağın. Sizcə 8, 18 mənə hansı növ üçbucağı xatırladır? Bərabər yanlı. Yanlara yazıram 8-lər. Onda bu oturacaq 10. Bərabər yanlı üçbucaqda bu hündürlük çəkilməlidir dedik. Onda bu necə bölünər? 5, 5. Bəs bu hündürlük nəyə bərabər olar? Kök altında 39. Necə tapdın bunu? 64-dən çıxdım 25-i, qaldı 39, deməli hündürlük köşkdə 39. İndi böyük yer düsturunu yazıram. Düsturu xatırlayaq. ABC bölünsün 4S. ABC dediyimiz nələrdir? 8, 8, 10 deyil maşallah. Yəni tərəfləri. Bölünsün 4 vuraq, sahəni necə tapıram? Yenə yazıram. Sahə bərabərdir 2/1 AH. Yəni 10 vurulsun. H-mız da köşkdə 39. Bunlar da getdi. 5 köşkdə 39 imiş. İndi ixtisar var. Bu 4 ilə 8 bütöv gedir. Qalır 2. 5 ilə də 10 gedir. Qalır 2. 2, 8, 2. Yuxarısı elədi 32. Aşağısı da köşkdə 39. Təbii ki, bunda belə saxlamazlar. İrasantdan azad eləyək məxrəcini. Köşkdə 39-a vururam. 32 köşkdə 39 bölünsün 39. Bax, cavabımız budur. Belə qəribə cavablar alınmağı normaldır uşaqlar. Sualımız var mı bundan bağlı? Tamam. Davam edirik, görün nə gəlir. Misal 57. Oturacağı 4 yan tərəfi 6 olan bərabər yanlı üçbucaqda. Oturacaq aşağılar 4-dür, yan tərəflərdə nədir? 6, 6. Hətta bu hündürlüyü də tapa bilərəm. Bilmirəm, lazım olacaq yoxsa yox. Çəkirəm. 6 var, 2 var. Yəni 36-dan 4 çıxacaq. Pifagor terimi. 32, köşkdə 32. O da 4 köşkdə 2. İndi deyir ki, daxilinə və xaricə çəkilmiş çevrələrin radiuslarının hasilini tapın. Daxilinə çəkilmiş nə idi? Kiçik yer. Xaricinə çəkilmiş böyük yer. Kiçik yerin düsturu 2S bölək A üstəgəl B üstəgəl C. Böyük yer nədir bəs? ABC bölünsün 4S.
Uşaqlar bu 2s-lə bu 4s getsin. Nə qaldı aşağıda? 2. İndi bura yazıram. 2 vurulsun. A üstəgəl B üstəgəl C. Yuxarısı da nədir bəs? ABC hasili. Aydın oldu mu? İndi nə iş görək? Verilənləri yerinə qoyaq. ABC nədir aşağılar? 6, 6, 4. Yazıram onda. 6 vur, 6 vur, 4 bölünsün 2 vuraq. 6 üstəgəl, 6 üstəgəlsin 4. Yuxarısı bizə 36 vur 4-dən nəyi verdi aşağılar? 144'ü. Aşağısı da bu 16 eləyir. 2'ye vuranda da 32. Şimdi bunların ikisini də bölək 16'ya. 16'ya bölsəm burada 2, 16'ya bölsəm burada qalacaq 9. Cavabımız oldu ya 9 bölü 2 ya da 4,5. Məncə öyrəndiniz. Bəli. Tamam. Davam edirik. Davam edirik. İndi gəlir nə? Sinuslar teriminin nəticəsi. Tərəfi A və bu tərəf qarşısındakı bucağı alfa olan ixtiyari üçbucağın xaricinə çəkimi çevirənin radiusu böyük yer bərabərdir A bölünsün 2 sinus alfa düsturu ilə tapılır. Şöyle bu düstur əslində belə öyrənməyizi istəmərəm. Necə öyrənsəz yaxşıdır bilirsinizmi? O sinuslar terimi var idi ha, xatırlayırsınızmı? A bölünsün sinus alfa, aha. B böl sinus beta, C böl sinus gamma. Hətta bunun yanında bir dənə nə yazırdıq? 2R. İndi fərz eləyin ki, bunun bax bu orta hissəsi yoxdur. Onda düstur necə qalır? A böl sinus alfa bərabərdir 2R. Bax, bizim əsas düsturumuz budur. İndi buradan da təbii ki, sənə R lazımdırsa, hər tərəfi nə eləməlisən? Hər tərəfi 2-yə bölməlisən ki, o düsturu alasan. İndi gəlin misalımız var, baxaq, görək nə deyir. Deyir, 60 dərəcəli bucağın qarşısındakı tərəfin uzunluğu, şəkil çəkəcəm. Şəkil çəkəndə də belə bir tövsiyə verim sizə. Birinci çevrəni çəkin, sonra fiquru çəkin. Baxın, bura olsun 60 dərəcə. Bunun qarşısındakı qövsünə vətər nə qədərdir? 9. İndi məndən soruşur xaricə çəkimi çevirənin radiusunu. Bir də xaricə çəkimi çevirənin radiusunu həmişə təpəyə çəkməlisiniz uşaqlar. İndi düsturumuz nə idi? A böl sinus alfa, yəni 9 bölünsün sinus 60 bərabərdir 2R. Bu 2'nin məxrəcində 1 var. Çarpaz vursam 2R vurulsun sinus 60 bərabərdir 9. Sinus 60'ın qiyməti 2/3 bölü 2. Onda yazıram 2R vurulsun 2/3 bölü 2 bərabərdir 9. Bu 2'lər gedər. R 2/3 9'dursa R'in özü 9 bölü 2/3. Bu da nə verdi bizə? Bölünsün 3. Getdilər. Cavab qaldı 3/3. Çatırmı? Çatır. Davam edirik. Bundan nümunə çox seçmişəm uşaqlar. Biraz çətindir deyə. Əslində çətin deyil. Sadəcə sinus falan görür. Uşaqlar qorxur. Qorxaq əcdalar. Deyir, ABC üçbucağının xaricinə radiusu 8 olan çevrə çəkilmişdir. Yenə uşaqlar birinci çevrəni çəkirəm və belə bir dənə üçbucaq çəkirəm. İndi bu çevrənin radiusu 8-dirsə, mərkəzdən təpəyə belə bir dənə xətt çəkirəm və deyirəm ki, bu radius 8-dir. AB 12-dir. Adlandıraq. Bura A, bura B, bura C olsun, burada olsun 12. C bucağının sinusunu soruşur. Elə ki, biz nə axtarırıq? Sinus alfanı. İndi düsturu xatırladın. Düsturu xatırladın. A bölünsün sinus alfa. Yəni 12 bölünsün sinus alfa bərabərdir 2R. 2 vurulsun 8. İndi bunun məxrəcində 1 var. Çarpaz vursam 16 sinus alfa bərabər 12. Onda sinus alfanın özü 12 bölü 16 olar mı? 4'e bölünər ikisində.
Cavabımız olacaq 4-də 3. Məndən də elə sinusunu istəyir. Cavab oldu 4-də 3. Çatdı mı? Çatdı. Növbəti sualımız gəlir. Yenə eyni tipli sualdır. Bax, gələn dərs demin ki, müəllim yaza bilmədim. Hər tipdən nümunə göstərirəm sizə. Diqqətlə qulaq asın ki, yaza biləsiniz. Deyir, üçbucağın xaricinə radiusu 9 olan çevrə çəkilmişdir. Yenə bir dənə çevrə çəkirəm. Bunun daxilinə üçbucaq çəkirəmsə, bu çevrə üçbucağın xaricinə çəkilmiş sayılır. Və radius 9-dur. Bax, bunu belə birləşdirirəm. Bu oldu 9. Üçbucağın bir bucağının sinusu 4-də 3-dürsə, məsəl üçün, bax, bu bucağın sinusu, yazıram sinus alfa, 4-də 3-dürsə, bu bucaq qarşısındakı tərəfin uzunluğunu tapın. Yəni, alfanın qarşısındakı tərəf x. Nəyə bərabərdir? Yenə nə yazıyıq uşaqlar? Nə yazın? X bölünsün sinus alfa bərabərdir 2 vurulsun r. 2 vurulsun r. R'imizdə neçədir? 9. Onda x bərabər oldu 18 vurulsun sinus alfa. Və sinus alfamız neçədir? 4-də 3. Yazacam onda 18 vurulsun 4-də 3. Bundan bu gedər. Qalar burada 2, qalar 9. 27 bölə 2. Ya da ki 13,5. Çatır mı? Çatır. Davam edirik uşaqlar. Misal 61. Bir radiusu 8 köşdə 2 olan çevrə daxilinə ABC üçbucağı çəkilmişdir. Baxın, çevrədir. Bu çevrənin daxilinə nə çəkmişəm? ABC üçbucağı. İndi radius 8 köşdə 2-dir. Necə göstərirdik bunu? Bayaqdan danışırıq. Mərkəzdən hara qədər olan göstərməlisiz? Təpəyə qədər. Bu da bax bunu verib 8 köşdə 2. İndi C bucağı 80-dir. Qeyd edirəm. Bura 80 dərəcədir. A bucağı 65 dərəcədir. 55 bağışlayın. İndi 55 ilə 80-in cəmi 135. Onda B bucağına nə qalar aşağılar? 45 dərəcə. İndi məndən istəyir AC tərəfini. AC tərəfi də olsun X. Demək ki, çətin olan sadəcə şəkili düzgün qurmaqdır. İndi bundan sonrası necə danışırıq bayaqdan? Bu dördüncü nümunədir. Tərəf bölünsün qarşıdakı bucağın sinusu. Yəni X bölünsün sinus nə? Sinus 45 bərabərdir 2R. 2 dənə 8 köşdə 2. Yenə bunun aşağısında 1 var. X'i 1'ə vurdum X. 16 köşdə 2'ni vururam. Sinus 45'ə. Sinus 45'in qiyməti köşdə 2 bölü 2. 16 köşdə 2 vurulsun. Köşdə 2 bölə 2. Köşdə 2 köşdə 2'yə vurdum. 2. Həmin bu 2 ilə bu 2 getsin. Cavab oldu 16. Çatır mı? Tamam. Davam edirik. Deyil, bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrə. Uşaqlar, əgər hansısa bir bərabər tərəfli üçbucağın daxilinə çevrə çəkilibdirsə, onda bunun radiusunu tapmaq üçün düsturumuz belədir. A köşdə 3 bölünsün 6. A köşdə 3 bölünsün 6'dır. Məsəl üçün, misal 62'yə baxaq. Deyir, tərəfi 12 köşdə 3 olan düzgün üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Uşaqlar, düzgün üçbucaq bilirəm ki, nədir? Bərabər tərəfli üçbucaqdır. İndi bunun daxilinə belə bir dənə çevrə çək. Bu çevrəni çəkdim. Tərəf 12 köşdə 3'dür və məndən nə istəyir? Çevrənin radiusunu. Nə idi o düsturumuz? R bərabər idi. A kök altda 3 böl 6. A'nı yerine nə yazım? 12 köşdə 3. Vur köşdə 3 bölünsün 6. 12 ilə 6 gedəcək. Qalacaq burada 3'ə gedir də. 2. Burada nə qaldı? Elə 6'ya getsin. Burada nə qalsın? 2. 2 vur köşdə 3 vur köşdə 3. Cavabımız elə nəymiş? 6. Başa düşdünüz?
Növbəti bir dənə də sualımız var. Uşaqlar, bu dəfə radiusu veribdir. Deyir, radiusu 8/3 olan çevrənin xaricinə çəkilmiş bərabər tərəfli üçbucağın perimetrini tapın. Uşaqlar, çevrənin, eşidirsiniz məni, xaricinə bərabər tərəfli üçbucaq çəkirəm. Onda bu çevrə üçbucağın daxilinə çəkilmiş olur da. Başa düşdünüzmü? Yəni, hansı düsturdan getməliyik? Kiçik yer düsturundan. Tərəflər deməli A-dır. İndi, kiçik yer düsturunu bir dəfə xatırlayaq. Kiçik yer bərabər idi dedik. A/3 böl 6. Verilənlər yerinə qoyaq. R-in yerinə yazıram 8/3 bərabərdir. A/3 bölünsün 6. Uşaq, bu köşdə 3'lər gedər. A-mız nəyə bərabər oldu? A bərabər oldu 48'ə. Aydan xanım Cəfərova. Özüm belə deyirəm ki, adın hallansın. Yatma. Hə, səsin başına düşür. Perimetr nəyə bərabərdir? Perimetr düsturu. 3A. 3 vur 48'dən cavabımız olacaq 140'dır. Aydın oldu mu? Tamam. Sonra gəlin indi baxaq uşaqlar. Bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrə. Uşaqlar, bərabər tərəfli üçbucağın xaricinə çevrə çəkiriksə, bayaqlarda demişdik ki, o çevrə elə çəkilməlidir ki, neynəsin? Bütün təpələrdən keçsin. Əslində, ən məsləhətlisi nədir? Həmişə birinci çevrəni çəkəsiniz. Ondan sonra, əgər üçbucağın xaricinə çəkilibsə, onda üçbucaq çevrənin daxilində qalacaq. Əgər üçbucağın daxilinə çevrə çəkilibdirsə, onda çevrə daxildə olacaq, üçbucaq isə xaricdə. Həmişə birinci çevrəni çəkək. Bu boyda danışdım, yenə tərsini deyirsən. Mən dedim ki, daxilində. Birinci çevrə çəkirsən, ondan sonra cümləni həzm eləyəndən sonra şəkil ortaya çıxacaq. İndi, xaricə çəkilmiş çevrənin radius düsturu da budur uşaqlar. A/3 bölü 3. Əslində, bəzi kitablarda bunu da yazırlar. R bərabərdir A bölü köşdə 3. Uşaqlar, bunun sürət və məxrəcini köşdə 3'ə vursaz. Elə eynisi alınacaq da. Yəni, qeyri-adi düstur deyil. Oldu mu? Tamam. İndi, misal 64'ə baxıram. Deyir, tərəfi 6/3 olan, qulaq asırsınızmı? Tərəfi 6/3 olan düzgün üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Yenə birinci nə çəkək dedim? Çevrə. İndi, bax, bu çevrənin daxilinə üçbucaq çəkmiş olsam, şəkil mənə deyir ki, üçbucağın xaricinə çevrə çəkilib. Başa düşə bildinizmi? İndi, məndən istəyir radiusu. Tərəflər də 6/3'lərdir. Qulaq asırsınız. Uşaqlar, radius dediyimiz mərkəzdən hara çəkilirdi? Təpəyə. Onda böyük yer bərabər olacaq. Nəyə? Düstur. A/3 bölü 3 idi. İndi, A-nın yerinə 6/3 qoyuram. 6/3 vur 3 bölünsün 3. Bu 3 ilə bu köşdə 3'lər gedər. Cavab elə 6 imiş. Başa düşdünüzmü? Tamam. Uşaqlar, bunu belə də izah edə bilərəm sizə. Baxın, bu yeri çəkdim, bir də bu yeri çəkirəm. Bu üçbucaq bərabər tərəfli üçbucaqdır deyə bu necə bölünər? 30-30. Onda burada 30-30 bölünərmi? Bəs yaxşı, bura nə qədər oldu onda? 30-30, 60, bura oldu 120. Bu R-dirsə, onda burada nədir? R. İndi nə idi qaydamız? 30-30, 120 üçbucağında nə bilirdik? 30-30, 120-də A/3. Yəni, R-dirsə, onda bura olmalıdır R/3. Yazıram, R/3 bərabərdir 6/3. Köşdə 3'lər də gedir. R yenə də bərabər qaldı 6-ya. Düsturu bilirsə, düsturla yazın. Onsuz da heç kim buna görə sizə irad bildirə bilməz. Davam edirik. Bu tipli bir dənə sual var, gəlin baxaq.
Radiusu 4/3 olan çevrənin daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın perimetrini tapın. Uşaqlar, çevrənin daxilinə bərabər tərəfli üçbucaq çəkilib. İndi çevrəni çəkdim. Daxilinə bərabər tərəfli üçbucaq çəkirəmsə, onda üçbucağın xaricinə çevrə çəkmiş oluruq. Yəni, kiçik yer olacaq, yoxsa böyük yer? Xaricinə çəkilibdir deyə böyük yer olacaq. Bax, buranı verib 4/3. Tərəflərimiz də tutaq ki, nələrdir? A-lardır. İndi, deyir, bu çevrənin daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın perimetrini tapın. Böyük yer düsturumuz nə idi, xatırlayaq? A/3 bölünsün 3. R-in yerinə yazıram 4/3. Bərabərdir A vur köşdə 3 bölünsün 3. Uşaqlar, icazə var ki, bu köşdə 3'lər geçsin. 3'ü də vururam 4'ə. A nəyə bərabər oldu? 12. Yəni, bu üçbucağın bütün tərəfləri 12'dir. Onda perimetri 3 vur 12'dən tapılacaq 36. Öyrənə bildiniz mi? Tamam. Davam edirik. Uşaqlar, indi gəlir düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrə. Uşaqlar, əgər düzbucaqlı üçbucağın daxilinə çevrə çəkmişsinizsə, katetləri AB betonuzu sevdirsə, onda kiçik yer düsturu belədir. Sizi bu formada yazın, birinci. Katet üstəgəl katet, yəni katetlərini toplayırsınız. Sonra çıxılsın hipotenuz və nə edirsiniz? Bölürsünüz 2'ye. Başa düşdüyümü? Düsturumuz katet üstəgəl katet, yəni A üstəgəl B çıx C bölünsün 2'dir. Nəyin düsturudur uşaqlar? Daxilə çəkilmiş çevrənin radiusu. Hansı üçbucaqlar üçün? Yazmışıq da düzbucaqlı üçbucaqlar üçün. İndi gəlin belə bir misala baxaq. Katetlər 5 ilə 12'dir. Mən bunun 1-nə 5, 1-nə 12 yazıramsa, avtomatik betonza nə yazarlar? 13. İndi yazacağım ki, kiçik yer bərabərdir. Nəyə? 5 üstəgəl 12 çıx 13 bölünsün 2. 17, 13 çıxanda 4, 2'yə də böldüm. Cavabım oldu 2. Sadəcə düsturda gətirib yerinə qoyduq. Qeyri-adi bir şey gördünüzmü? Məncə xeyir. Növbəti. Misal 67. Görün nə deyir 67-də? Deyir ki, iti bucağı 30 olan düzbucaqlı üçbucağın, bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Bunun iti bucağı 30 dərəcədir. Uşaqlar, iti 30 dərəcədirsə, onda digər iti nə qədər olar? 60. Sonra deyir ki, böyük katet 2/3'dür. Böyük katet bu böyük bucağın qarşısında olar da. Yəni, bura nə yazıram? İndi uşaqlar, 60'ın qarşısı 2/3 olanda, 30'un qarşısı olurdu 2/3 dəfə balaca, yəni 2. 30'un qarşısı 2'dirsə, 90'ın qarşısına nə yazarlar? 4. İndi məndən soruşur, daxilinə çəkim çevrənin radiusunu. Yenə yazıram, kiçik yer bərabərdir. A üstəgəl B çıx C. Yəni 2/3 üstəgəl 2 çıx 4 bölünsün nə? Bölünsün 2. İndi hesablama aparaq uşaqlar. 2/3 2'dən 4 çıxanda -2 bölünsün 2. İndi bundan sonra istəyirsiniz bunu 2 kəsrə bölərsiniz. Ya da istəyərsinizsə yuxarıdan 2'ni çıxardın. Sonra bu 2'ləri ixtisar eləyin. Cavabımız nə qaldı uşaqlar? 2/3 çıxılsın 1. Belə cavablar olmağı normaldır. Yaxşı mı? Tamam. Davam edirik. Yenə gəlin bir suala baxaq. Misal 68. Deyir ki, şəkildə ABC düzbucaqlı üçbucağının daxilinə çevrə çəkilmişdir. B bucağı 90 dərəcədir. AK-mız 3'dür. AK-mız 3'dür. KS-miz 10'dur. Daxilə çəkilmiş çevrənin radiusunu məndən istəyir. Uşaqlar, təbii ki, bu radiusu tapmaq üçün biz nə bilməliyik?
Yox, katetləri və hipotenuzu bilməliyik. Bunun üçün uşaqlar AK məsafəsi 3-dürsə, mən bura M desəm özümdən. AM məsafəsi də 3 olar, razısınızmı? AK 3-dür, AM də 3-dür. Sonra CK 10-dursa, gəlin burada bir dənə N deyək. Onda bu CN də 10 olacaq maşallah. Tamam. BM-ə X dedimsə, BN də nə olacaq onda? X. İndi Pifagor teoremini tətbiq eləməklə gəlin bunları tapaq. Bura nə qədər oldu? X plus 3. Bura nə qədər oldu? X plus 10. Yazıram onda Pifagora görə X plus 3-ün kvadratı üstə gəlinsin. X üstə gələk 10-un kvadratı bərabərdir. Bütöv hipotenuzumuz nə qədər olub uşaqlar? 13. 13-ün kvadratı. Daha sonra buradan nə edirik? Açırıq bunu. X kvadrat üstə gəlsin, 6x üstə gəlsin 9. X kvadrat üstə gəlsin, 20x üstə gəlsin 100. Çıxılsın 169 bərabərdir 0. Daha sonra 2x kvadrat üstə gəlsin, 26x. Çıxılsın 60 eləyir, bərabərdir 0. 2-yə bölsəm, x kvadrat üstə gəlsin, 13x çıxılsın 30 bərabərdir 0. Buradan da köklər görünür. Biri mənfi 15-dir aşağılar. Biri də nədir? Müsbət 2. Toplayanda mənfi 13 verməlidir axı. İndi mənfi 15-i təbii ki götürə bilmərəm. X-i götürdüm 2. Uşaqlar x 2 olanda katetlərimiz görün nə oldu? 5 oldu. Bura nə oldu? 12. İndi katetlər 5, 12, hipotenuzu 13-dürsə, onda kiçik yerin düsturuna görə 5 ilə 12-ni toplayıb 13-ü çıxıb 2-yə bölməliyik. Bunu da bayaqlar hesablamışdıq. Cavab elə nə idi? Cavab 2. Çatdı maşallah. Tamam. Bundan 4 dənə sual var ev tapşırığında. İmenli bu tipli 4 dənə sual var. Sonra gəlir. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrə. Uşaqlar, yadınızda qalsın ki, düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilibdirsə, onda böyük yerimiz bərabərdir. Hipotenuzun nəyi? Yarısı. Bu zaman yadınızda qalsın ki, çevrənin mərkəzi hipotenuzun üzərində olmalıdır. Onda belə çıxır ki, bu çevrə üçün hipotenuz həm də diametr olur da. Başa düşə bildinizmi? Deməli, düzbucaqlı üçbucağın xaricinə çevrə çəkmişiksə, hipotenuz nə olur dedik? Diametr. Həmçinin burada möhtəşəm üçlü qaydası yaranır uşaqlar. Çünki mənim çəkdiyim CO-ya median kimi də baxa bilərik. Ona görə bunların üçü də bir-birinə bərabərdir. Xatırlayırsınız, median düstur necə idi düzbucaqlı üçbucaqda? O da yenə hipotenuzun yarısı idi. Onda belə çıxır ki, düzbucaqlı üçbucaqda xaricə çəkilmiş çevrənin radiusu elə nəyə bərabərdir? Mediana bərabərdir. İndi misal 69-a baxın. Deyir, katetləri 12 və 16-dır. Bir dənə düzbucaqlı üçbucaq çəkim. Katetlər nələrdir dedi? 12, 16. Onda mən bu hipotenuzu tapa bilərəm də. Pifagor teoreminə görə 20 tapacam. İndi xaricə çəkilmiş çevrənin radiusu böyük yer. Dedik axı hipotenuzun yarısıdır. 20 bölü 2-dən cavabımız nə oldu uşaqlar? 10. Çatdı mı? Çatdı. İndi baxırıq misal 70-ə. Misal 70-də deyir ki, radiusu 6.5 olan çevrə daxilinə radius 6.5-dir. Baxın, bu çevrənin daxilinə çəkilmiş düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Uşaqlar, çevrənin daxilinə düzbucaqlı üçbucaq çəkəndə o düzbucaq mütləq nəyə baxmalıdır? Diametrə baxmalıdır. Bu da bura baxmalıdır. İndi radius 6.5-dir. Burada 6.5, burada 6.5-dir. Onda belə çıxır ki, hipotenuz adına S desəm, S nəyə bərabər oldu? 13. Laf bu qədər əziyyət çəkməyib, bərbaşdan bunu da yaza bilərdiniz. Böyük yer düsturu
S bölü 2 değil mi aşağılar? Bəli. İndi böyük yerin yerine yazın 6 onda 5'i. 6 onda 5 S bölü 2'dir. Onda S'nin özü ne kadar oldu aşağılar? 13. Satır mı? Bəli. Satır. Növbət sualımız gəlir. Deyir, düzbucaqlı üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiusları uyğun olaraq 3 və nədir? 8 onda 5'dir. Təbii ki, 3 daxilə çəkilmiş olar. 8 onda 5 də xaricə çəkilmiş. İndi, daxilə çəkilmişin düsturu. A üstə gəl B çıx C böl 2 bərabərdir 3-ə. Onda A üstə gəl B çıx C nəyə bərabər oldu? 6-ya. Həmçinin aşağılar xaricə çəkilmişin düsturu nə idi? C bölünsün 2. C bölü 2 8 tam onda 5'dirsə, onda C'nin özü nə qədər olur? 17. İndi bu 17'ni gətirin birincidə yerinə qoyun. A üstə gəl B çıx 17 bərabərdir 6. A üstə gəl B'miz nə qədər oldu aşağılar? 23. O da hansı? 3 bucaqdır sizdə. Fetonuz 17'dir. Katetlərinin cəmi də 23'dür. 8 ilə 5'dir də. 8 ilə 15. 8, 15, 17 3 bucaq. Hatırladınız mı? Məşhur 3 bucaqlarda danışmışdıq. Əgər fetonuz 17'dirsə və bu katetlərin cəmi 23'dürsə, qulasırsınızmı? Bəli. Katetlərin cəmi 23'dürsə, mən birinə x deyəndə digərinə nə deyərəm aşağılar? 23 olsun x. Bundan sonra nə iş görərəm? Həmin o üçbucaq Pifagor teoremi. Yazmalıyam. X kvadrat üstə gəlinsin. 23 çıx x-in kvadratı bərabərdir 17'nin kvadratı. Bunu niyə yazdım? Bunu ona görə yazdım ki, ola bilər ki, bu ədədləri görə bilməyəsiniz. Nəyi görə bilməyəsiniz? Ədədləri. Toplayanda 23, bir də deməli kvadratları cəmi də 17'nin kvadratını verən ədəd. Bax, bunu hesablasaz uşaqlar, x-i buradan nə tapacaqsınız? 8, bir dənə və ya neçə? 15. İndi məndən nə istəyir? Böyük katet istəyir. Cavabımız olacaq 15. 15. Tamam.